Bir nəfər ruhani danışırdı, maraqlı bir şeydi həqiqətən də. Adam heyrətlənir, deyir ki, iki nəfər nişanlı idi bir-biri ilə. İki nəfər nişanlı idi. Deyir, oğlan gəldi mənə dedi, qız dindardır, hicablıdır. Oğlan nisbətən dindardır. Belə, yəni, çox da belə dindardır, belə. Tey gəldi, dedi ki, bəs qadın, qız məndən evlənmək istəmiş. Nişanlı yox, indi toy az qalıb, deyir ki, mən razı deyiləm. Alim dedi ki, çağır biraz nəsihət elə, bəs mən evlənmək istəyirdim, neçə vaxtdır bundan. Deyir, çağırdım, ikisi oturub, qız dedi ki, xahiş edirəm nişanlısına, dedi, sən çıx, mənim sözüm var. Deyir, çıxdı, dedim, xanım, səbəb nədir? Bozursuz bu ailənin evliliyi. Mən heyran qalıram da, belə insanın ağılına, səviyyəsinə. Deyir, cavab verdi ki, səbəb bir dənədir, sadədir. Bu mənim üçün əldən ayaqdan çox gedir. Çox əldən ayaqdan gedir mənim üçün. Məni çox şişirdir, həddindən artıq şişirdir. Mən də görürəm ki, bu həvəsdir, 5 günlük həvəsdir. Bir gün sönəcək, aradan gedəcək bu həvəs. Bu ki, məni 2 gün içində məni tanıyıb, deyir, sənə fəda olun, qurban, canımı verərəm sənin üçün. Baxıram, görürəm, axı, məndə belə bir xüsusiyyət yoxdur mənim üçün can verəsən. Bu 2 gündə nəyimə aşıq oldu ki, bu saat can verir. Nəyim var, nəyimə aşıq oldu bu? Mən nəyəm ki, mənim yolumda can versin bu 2 günün, 5 günün içində? Qadının, qızın ağlına bax, düşüncəsinə bax. Bunun səviyyəsi aşağıdır ki, bu mənə dəqiqədə 5 dəfə 2 günün içində tanış olmaqla deyir, sənə ömrüm fəda olsun. Mən belə səviyyəsiz adamla yaşamaq istəmirəm. İstəmirəm bundan ailə qurum mən. Ailədə yaxşı tərbiyə veriblər. Məhəbbətlə o qədər təmin ediblər ki, bu adam biri səni sevirəm deyən kimi o saat mesajları o birilərə göstərmiş, görün mənə nə yazdılar. Belə göstərmir. Çünki kifayət qədər eşq, məhəbbət görür. Ona görə o dedikcə bunun azlığına gəlir. Deyir, bu nə hərəkətdir bu? 2 gün, 5 gün içində dəqiqədə deyib, başına dolanım, canım sənə qurban olsun. Mən istəyirəm, mənim həyat yoldaşım səviyyəli olsun. Görürəm, bu mənə görə namaz qılır. Mən istəyirəm, bu da, mən də Allaha aşıq olaq. İkimiz də Allah üçün yaşayaq. Və Allah bizi birləşdirsin. Həqiqi eşq budur. Sözümü bitirirəm. Ma cəalallah li rəculin min qəlbeyni fi cəvfi. Bu ayə gözəl ayələrdən biridir. Allah deyib, bir şəxs üçün bir sinədə 2 ürək yaratmayıb. 2 ürək yaratmayıb. Ürək birdir, bir məhəbbətin yeridir. O da Allah məhəbbəti. Bəs necə olsun? Allah məhəbbəti olsun, ailəmi sevməyim, övladımı sevməyim, dostları sevməyim, xeyr. Bir məhəbbəti doldur ürəyə və o məhəbbətin şüasında başqalarını sev. Gör, onda sevginin keyfiyyəti nə qədər yüksək olur. Onda əsl sevgi olur ortada olan. Onda doğrudan sevirsən. Allah məhəbbəti o qədər genişdir ki, bütün eşqlər onun içinə sığışır. Onun içində qərar tutsun. Ondan ayrı olsa egoistlidir, özün üçün sevirsən. Bir gündə səni təmin eləməyəndə nədəsə, başlayırsan dava eləməyə. Bəli, bu məhəbbət ürəyə girsə, onda ailə üçün canlı da fəda edir. İkisi də bir məhəbbət ətrafında birləşsin, gör nə həyat var, nə bağlılıq var bunların arasında. Bir-birindən ünsiyyətdən ləzzət alırlar. Bir-birinə mərhəmət göstərirlər. Çünki eşq egoistliklərini məhv eləyir. Xanım Zəhra nəyi var da Əliyə fəda edir? Dolanır Əlinin başına deyir, ya Əbəl Həsən, ruhi və nəfsi, ruhi kəlfida, nəfsi li nəfsi kəlviqa ya Əbəl Həsən. Ruhum ruhuva, canım canlıva fəda olsun. Bu ona elə deyir. O da onu dəfn eləyir, qəbr üstündə baxır, deyir, la xeyrə bərdəki fil həyat. Və səndən sonra yaşamağın ləzzəti yoxdur. Çünki üstün bir eşq bunları birləşdirib. Bunların eşqi saf, təmiz, həqiqi eşqdir, həqiqi məhəbbətdir. İslam bunu istəyir. Allah bunu istəyir. Allah birləşdirir.